Bismillah. Bürclərin 17 Mart'a ən düz proqnozu, ən şanslı bürcləri ilə. Qoç, gün aktiv və hərəkətli keçə bilər. İş və pul mövzusunda gözlənilməz xəbər alma ehtimalı var. Tələsik qərarlardan uzaq olun. Buğa, maddi məsələlərdə şanslı günlərdən biridir. Kiçik qazanc və ya faydalı təklif çıxa bilər. Əkizlər, ünsiyyət və danışıqlar üçün uğurlu gündür. Yeni tanışlıq və ya əməkdaşlıq gələcəkdə fayda verə bilər. Xərçəng, daxili hissləriniz güclənəcək. Ailə və şəxsi həyatla bağlı qərar vermək üçün uyğun gündür. Şir, enerjiniz yüksək olacaq. İşdə diqqət mərkəzinə düşə bilərsiniz. Rəhbərlik və ya nüfuz arta bilər. Qız, pul və sənəd işlərində diqqətli olun. Hər şeyi 2 dəfə yoxlamaq faydalı olacaq. Tərəzi, yeni ideyalar və planlar üçün uğurlu gündür. Sosial mühitdə maraqlı görüş ola bilər. Əqrəb, gizli planlar və strategiyalar qurmaq üçün yaxşı zamandır. Maliyyə və bağlı düşüncələr ön plana çıxacaq. Ox atan, səyahət, dəyişiklik və yeni planlar gündəmdə ola bilər. Enerjinizi düzgün istiqamətə yönəldin. Oğlaq, iş və karyerada kiçik uğur əldə edə bilərsiniz. Uzun müddətli planlar üçün yaxşı gündür. Dolça, biraz yorğunluq hiss edə bilərsiniz. İstirahət və sakit qərarlar sizə daha çox xeyir verəcək. Balıq, şans sizin tərəfinizdə ola bilər. Yaradıcılıq və intuisiya güclənəcək. 17 Mart'ın ən şanslı bürcləri Buğa, Şir, Balıq. Biraz ehtiyatlı olmalı bürclər Qız və Dolçadır.